Sizə salam gözəl insanlar. Mən Emil Həsənli. Bu kanalımızın birinci videosu olacaq. Bugünkü videoda danışacağıq niyə öyrənə bilmirik. Düşünürəm ki, çox adam problemidir və vaxt almaq istəmirəm. Getdik. Prezentasiyaları görəcəksiniz ekranda. Mən danışıcı bir hazırlamışam hamısını və əlavə sual olsa komment bölməsinə yazırsınız. İlk etapda niyə öyrənə bilmirik? Yəni bu çox adam problemidir və biz təhsil sektorundayıq deyə əksərindən bu problemi eşidirik ki, mən öyrənə bilmirəm, məndə bu alınmır. Və bunun bir neçə səbəbi var. Onları qeyd etmişəm. İndi artıq səbəblərə doğru gedirik. Birinci məsələ, çoxları anlamır. Niyə öyrənirlər? Daxili maraq və məna tapmamaq. Səbəb, bu mənə nə verəcək? Sualına cavab yoxdur. Öyrənmək istədiyin ən güclü mənbə elə daxili marağındır. Əgər öyrəndiyin şey sənə məna vermirsə, beyin bunu uzun müddətli yaddaşa salmayacaq. Və ona görə də nə qədər çalışırsan çalış, nə qədər oxuyursan oxu, beyin üçün o vacib bir məlumat olmadığı üçün sadəcə müəyyən bir müddətli onu aldı və təkrarən də yadda saxlamadan buraxdı. Onun üçün də nə etmək lazımdır? Mövzunu öz həyatınla əlaqələndirmək lazımdır, real tətbiqi tapmaq lazımdır. Bu bilik mənim həyatım necə dəyişəcək? Sualını verib sorğulamaq lazımdır ki, nə verəcək bu mənə? İkinci, ən çox yayılmış problem qorxu və perfeksionizm. Yəni bir adam deyir ki, mən bunu öyrənirəmsə, elə öyrənməliyəm ki, super vəziyyətdə. Və o onu qorxuya salır. Çünki özü də bilir ki, onu öyrənmək üçün ona müəyyən müddətdə vaxt lazımdır, enerji lazımdır. Amma reallıqda o bunu bacara bilmir. Və bu onu istər-istəməz qorxuya salır. Yəni perfeksionizm və qorxu. Düzdür, perfeksionizm qorxuya aid eləmək istəmirəm. Perfeksionizmdən gələn qorxu da var burada. Artıq mən ondan danışdım burada. Amma yəni perfeksionizm bir tərəfində də qorxudur. Qorxu isə nədir? Əvvəlki həyat təcrübəsində yaşadığı uğursuzluqlar. Yəni məsəl üçün atıram, adam 3-cü sinifdə pianoya gedib, pianoda uğursuz olubdur və gəlir indi fərqli bir sahəni seçməyə və həmin o travma bunun beynində qalır. Deyir ki, orada uğursuz olmuşamsa, demək ki, mən burada da uğursuz ola bilərəm. Və bu qorxu hissi onu yenə də limitləməyə başlayır orada. Yəni qorxmaq lazım deyil. Əslində öyrənmək, səhv eləmək də elə öyrənməyin olmazsa olmazıdır. Yəni bu bunsuz olmur. Yəni səhv eləməlisən, öyrənməlisən və bu səndə bir xəyal qırıqlığına uğramamalıdır. Davam eləməlisən həyata. Üçüncü, təzyiq və məcburiyyət. Bunu ən çox biz görürük yeniyetmələrdə. Valideyn zəng edir, uşağım məsələn proqramlaşma öyrənmək istəyir. Amma uşaq heç onu istəmir, uşaqdan soruşmur. Valideyn özü öz istəyini uşağa yeridir. Və bu hissədə görürük ki, uşaq artıq maraqsız olduğuna görə onda irəliləyiş çox zəif olur. Məsəl üçün belə deyək də, uşaq game development istəyir, valideyn gətirir onu backend proqramçı kimi öyrətmək istəyir. Amma uşağın da marağı yoxdur. Və biz həmişə soruşuruq, sən nə istəyirsən? Və uşaq artıq öz istəyini deyəndə, onun istəyinə uyğun olaraq öyrənmə prosesi də çox sürətlənir. Və burada valideynlərin də məsələsi odur ki, onlar uşağı dinləməlidirlər. Artıq uşaq dediyimiz, yəni 18 yaşdan yuxarı zaten uşaq deyil, fərqdir. Yəni biz onları artıq dinləməliyik, onların seçimlərinə fikir verməliyik. Çünki bu gün onların sərf etdiyi enerji sabah onların peşəsinə çevriləcək. Bunu nəzərə almaq lazımdır. Ən vacib məsələ qarışıq və pərakəndə məlumat. Səbəb TikTok, YouTube, kitab, podkastlarda hər yerdə informasiya var. Amma sistem yoxdur. Beyin isə sistemsizlikdə ilişir. Hər nədir? Planlı öyrənmək, mövzunu addım-addım parçalamaq. Anlamaq, təkrarlamaq, real tətbiq eləmək. Yəni burada məsələ nədən gedir? Məsəl üçün, bugün biz proqramlaşma sektorundayıqsa, hər kəs proqramlaşmadan danışır. Biri deyir tekstəkdən öyrəndim, biri deyir kitabdan öyrəndim, biri deyir ümumiyyətlə fundamental lazım deyil, biri çıxır data science deyir riyaziyyat lazım deyil, biri çıxır o lazım deyil, bu lazım deyil. Yəni biz prosesin içində professional şəkildə olmadığımıza görə, mütəxəssis olmadığımıza görə biz anlamırıq kim doğrudur, kim yanlışdır. Və beyin düşür artıq beyin artıq yolu azır. Bilmir ki, kimə qulaq assın. Əliyə qulaq assın, yoxsa vəliyə qulaq assın. Və qulaq asdığı, hətta inandığı adamlara belə artıq sorğu ilə yanaşır ki, bəlkə o da səhv deyir, bəlkə o da məni aldadır.
Və bu da bir növdə yenə də bizi limitləyir, bizim prosesi, hərəkətə keçməyimizi ləngidir və onun üçün də maksimal dərəcədə bir balaca bu məlumat sferasında seçmək lazımdır. Kimlərə qulaq asmaq olar, kimlərə qulaq asmaq olmaz, filtrləmək lazımdır. Yəni filtrsiz qulaq asacağıqsa, yəni bu katastrofik bir şey olacaq. Yəni sonu yaxşı olmayacaq falan. Zəif təkrar praktikanın olmaması. Səbəb: oxuyuruq, dinləyirik, amma istifadə eləmirik. Beyin üçün öyrənmək, təkrarlamaq və istifadə eləməkdir. Bu his buna oxşuyur. Mən bugün bunları danışıram. Bugün heç bir fərqli şey danışmıram mən. Bildiyimiz şeyləri danışıram. Amma gəlib anında soruşsam ki, sən bunları bilirsənmi, niyə öyrənə bilmirsən? Sən o suala mənə cavab verə bilməyəcəksən. Çünki sadəcə olaraq eşidirsən, emal edirsən və onun dərinliyinə varmırsan. Yəni əslində biz bunu nə deyirik? Buna mental orqazm deyirik. Çünki insan bir şeyi dinləyir, ancaq dinləməkdən zövq alır. Hə, yaxşıdır. Amma sonda hərəkətə keçdiyəndə eləyərəm. Bitdi getdi. Yəni o adamlar ancaq səni dinləyəcəklər. O adamlar deyəcəklər ki, bravo, super, hər şey əladır. Amma hərəkətə keçmək anında heç vaxt hərəkətə keçməyəcəklər. Bunu əgər disiplin şəklinə gətirə bilsən, yəni çox böyük nailiyyətlər qarantidir. Yəni həqiqi mənada qarantidir. Çünki öyrəndiyin və öyrənmənin arxasında belə praktiki hissə. Məsələn, mən bunu danışıram. Biz seminarlı təlimlərdə danışırıq, düzdürmü? Hamı gəlir 30, 40, 50 nəfər adam gəlir, danışır. Amma ki, nə qədər adam oradakı danışıqların hərəkətə keçmək məqamına qədər çatır. Bu vacib məsələdir. Və yaxud da mən məsələn artıq bu layihəni qurmuşam, danışıram. Dostlarımla danışıram ki, belə bir şey eləmək istəyirəm. Amma danışıqda hər şey gözəldir. Həyata keçirmək məqamı var. Artıq mənim bu kontenti hazırlamağım, mikrofonu quraşdırmağım, kameranı quraşdırmağım, bunun montajım. Yəni bu bir işdir, əziyyətdir. Əziyyət deməyək, bu işdir, prosesdir. Və bu prosesdən mən zövq alırammı? Alıram. Və mən istəyirəm, fikrimi sizə çatdırım, istəyirəm. Və sizə də əgər bu maraqlıdırsa, siz də təbii ki, buna qulaq asacaqsınız. Amma məsələ nədir? Əgər mən dostlarımla danışıram, hər şey superdir, vizuallaşdıram ki, hər şey bomba, mən çıxdım, danışdım, belə. Amma son anda yenə də mikrofonu qoyub çəkmirəmsə, eyni şeydəyik yenə də biz o praktiki olmayan hissədə ilişirik. Haradakı praktikaya çevirmirik artıq biz buna. Növbəti etapımız texnologiya asılılıq və fokus problemi. Sosial mediada ən çox məni qızıqlandıran nədir? Falan keçsə, mənim vaxtım yoxdur. Mən çox məşğulam. Mənim vaxtım yoxdur. Mən vaxtım yox sözünü ümumiyyətlə qəbul edəmirəm. Kim olursan ol, hamının vaxtı var. Yəni o vaxtım yoxdur söhbəti boş söhbətdir. Necə olur ki, borc axtaranda gedir saat 12-yə qalmış da olan, gəlir blokdakı gəl görüşən mənim pulumu ver. Mənə pul ver, mənə ehtiyacım var buna. 12-yə qalmış gəlir qapığa. Amma belə adi görüşmə olanda məsələn, görüşərik də, vaxt verib görüşərik. Sadəcə deyin ki, görüşmək istəmirəm, maraqlı deyilsən və ya da prioritetdə deyilsən. Bu reallıqdır. Amma mənim vaxtım yoxdur. Bu tip atmaskalar yəni o deyil də. Yəni hamının vaxtı var. Və məsələ nə gedir burada? Texnologiya fokuslanmaqda, yəni fokus problemi. Bütün günü TikTokdayıq, Instagramdayıq, YouTube'dayıq, yəni bütün günü aşağı scrolluyuruq da, bu dopamindir də, aşağı yuxarı. Və baxsan telefonun screen time nə deyirlər ona? Ona baxsan görəcəksən ki, orada 20 dəqiqə, yarım saat, adam var 2 saat, 3 saat gün ərzində telefondadır. Demək ki, sənin vaxtın var. Sənin sadəcə marağın olar. Sənin marağın başqa bir şeyə yoxdur. Ona görə maksimal dərəcədə bu texnologiya asıllığını biz yığışdıra bilsək və həmin o asıllığın üstündə bizə maraqlı olan hissəyə, öyrənmək istədiyimiz hissəyə gəlsək, o hissədə artıq bizim uğurumuz yaxşı olacaqdır. Sonuncu məqamı qoymaq istəyirəm ən vacib məsələlərdən biri. Mən bacarmıram fikri. Yenə bayaq dediyim şey, o qorxu var idi ha. O qorxunun elə zaten əsas məqamı bacarmamaq qorxusudur. Yəni bacarmıram təlqini. Biz şuuraltıdan belə bir mesaj veririk ki, bu məndə alınmaz. Və yaxud da ən böyük problem bizdə məsələn 2 həftəlik bir sınaq müddəti var, hə? Tələbə gəlir, baxın görüm necə alınır. Sən artıq addımını özgüvənsiz atmısan.
Və sən bir dənə balaca bir bəhanə axtarsan ki də, bir dənə balaca bir çətinlik. Sən sadəcə olaraq hər şeyi qoyub qaçasan. Və belə bir yanaşma ilə gələn adamlarda təbii ki, heç alınmayacaq içinə. Yəni sən əgər bir şeyi məqsədi şəkildə qarşıva qoymamısansa, sən bunu bilirsən ki, məsəl üçün atıram, burada bir bu çətinliklər ola bilər və bu sənin motivasiyanı aşağı salmalı deyil. Sən bunu eləməlisən. Yox, ay mən bura gəlim, müəllimdən baxın bura biraz. Yəni bu yemək deyil də, bu bir qaşıq Allah sənin ki, duzludur, istiotludur, mən bunu qoydum qırağa. Yox. Yəni sən nəsə bir şey qərarlaşdırırsansa, onun sonuna qədər getməlisən. Və bunu bir dənə də əlavə edəcəm. Bunu mən indi danışdıqca ağlıma gəlir. Disiplinsiz. Yəni bir şeyi ki, disiplinsiz, həvəssiz eləyirsənsə, zaten motivasiya da həvəsdən gəlir. Sənin həvəsin varsa, necə olur ki, biz saatlarla oyun oynaya bilirik? Ona motivasiya niyə almırıq biz? Çünki həvəsimiz var, onu istəyirik, beyin onu istəyir, dopamin istəyir. Yəni sən onu əgər istəyəcəksənsə, o hissədə artıq öyrənmə periodunda da uğurlu olacaqsan. Belə, düşünürəm ki, ilk videomuz olacaq. İlk videomuz oldu. Hissə-hissə danışacaq çox sözümüz var. Belə deyim, danışacaq çox sözüm var. Çox şeylər danışmaq istəyirəm. Maraqlı qonaqlar istəyirəm. Siz də əgər videoya baxdınızsa, maraqlı oldusa, kommentlərdə bildirin. Suallarınız olsa, əlavə rəyiniz varsa onu da bildirin. Bizə xoşdur. Yenə də biz deyən mənə xoşdur. Belə, yavaş artıq bu etaplara gedirik və maraqlı olduğunuz mövzuları yazın. Hamısını bir yerdə araşdıraq və danışaq. Özünüzü qoruyun, gözəl insanlar. Yaxşı ki varsınız. Bay bay.